İbn Teymiyyə öz yazır ki, əmərə Muaviyyətu Sə'dən bis-səbbi fəəbə. Muaviyyə Səədə əmr edir ki, əlini söy, o da imtina edir. Deyir, sənə nə man oldu ki, əlini söymədin? Minhəc-ü Sünnət-i Nəbəviyyə adlandırdığı kitabda güya Əllamə Hilliyə rəhməhullah rəddiyə verib. 5-ci cild, təhqiq doktor Muhammed Rəşad Səlim. Səhifə 40-da. Burada Əllamə Hilli rəhməhullah bir məsələyə toxunur. Deyir ki, fəzilətlərindən danışanda İmam Əli əleyhissalam bir yerində deyir ki, əmərə Muaviyyə ibn Əbi Sufyan Sə'dən bis-səbbi fəəbə. Muaviyyə ibn Əbu Sufyan Sə'd ibn Əbi Vəqqasa bir sahabiyə əmr etdi ki, əlini söysün və o da imtina etdi. Fəqalə və dedi Muaviyyə ki, mə mənəəkə ən təsubbə Aliyyə ibn Əbi Talibin aleyhissalam. Sənə nə mane oldu ki, Əli ibn Əbi Talibi söymədin? Bunu İbn Teymiyyə həmin kitabın, həmin cildinin 41-ci səhifəsində deyir, val cavabu, cavab verməyə çalışır güya. 42-ci səhifədə həmin məsələni inkar etmir. Görün nə deyir? Deyir ki, və əmmə hədithu Sə'din ləmmə əmərəhu, yaxud limə əmərəhu Muaviyyətu bis-səbbi fəəbə. O vaxt ki, Muaviyyə əmr etdi Səədi ki, söygünən əlini və o da imtina etdi. Fəqalə mə mənəəkə ən təsubbə Aliyyə ibn Əbi Talibin aleyhissalam. Sənə nə mane oldu ki, Əli ibn Əbi Talibi söymürsən, yaxud söymədin? Onlar əlini söyən şəxsi radiyallahu anhu deyirlər, behişt əhlidirlər. Əliyə söyüşü əmr edən şəxs. Yəni bir adam ki, diqqət edin, burada gəlib kimsə deməsin, ha, Muaviyyə özü söyməyib ki, əmr eləyib də. Bunu deyən adam başdan xarabdır. Niyə o əlini söydürürdü, əmr eləyirdi? Çünki o məlun Muaviyyə lənətullah əleyh belə etiqad edirdi ki, Əli söyüşə layiq insandır. Yoxsa başı xarab deyil ki, bir insanın haqqında etiqad etsin ki, bu adam söyüşə layiq deyil. Bu adam mömindir, behişt əhlidir vəhabilərin dediyi kimi. Amma yenə söydürsün onu. Bu adam artıq başı xarabdır, məcnundur, dəlixanada olmalıydı. Amma dəlixanada deyildi, oturmuşdu Peyğəmbərin minbərində. Deməli, etiqad edirdi ki, İmam Əli əleyhissalam söyüşə layiq insandır. Bu şəxsi bunlar radiyallahu anhu deyirlər. Muaviyyə radiyallahu anhu. Muaviyyə radiyallahu anhu. Muaviyyə radiyallahu anh. Gətirib qoyublar behiştin ən gözəl yerində ona yer veriblər.